Salam kanalımızın çox hörmətli izləyiciləri. Lövhədə yazdığım sözləri gəlin birlikdə öyrənək. Tərkibinə görə təhlil eləyək. Darıxmaq sözünü yazmışam. Darıxmaq sözünün kökü dar, dardan darıxmaq. Deməli, darıxmaq feilin kökü nə oldu? Dar sifəti oldu. Gəlin baxaq indi. Biz darıxan zaman, baxın, yerimiz dar olanda necə olur? İnsana darıxmaq gəlir da. Deməli, darıxmaq feilinin kökü dar sifətidir. Köklə təzə yaranan söz arasında bir məna bağlılığı varmı? Var. Darıxmaq sözü qısacası düzəltmə sözdür. Dalaşmaq sözü. Dalaşmaq sözünü şagirdlərin, abituriyentlərin heç cür razılaşmadığı sözdür. Həmişə deyirlər ki, müəllim, o sadə sözdür, düzəltmə ola bilməz. Çünki dalaşmağın dalamaqla əlaqəsi yoxdur. Dalaşmağın dalamaqla əlaqəsi var. Biz kimlənsə dalaşan zaman onu sözlə də olsa dalayırıq da. Dalamaq nədir? İncitməkdir. Sözlə dalayırıq. Dalayırıq, sonra da dalaşırıq. Deməli, dalaşmaq sözünün kökü daladır, yaranan söz isə düzəltmə sözdür. Qorxutmaq sözü. Qorxutmaq sözünü də çox vaxtı burada səhv təhlil eləyirlər. Bəzən qorxudan qorxu götürülür. Qorxu nəyi? Qorxu nə? Düzdür. Qorxu yaranarkən köklə şəkilçi arasında təzə yaranan söz arasında bir məna bağlılığı olur. Ancaq onu da unutmaq lazım deyil ki, ud şəkilçisi feillərdən feil düzəldən şəkilçidir. Yəni, bu şəkilçi adlardan feil düzəldə bilmir. Adlardan feil düzəldə bilmirsə, axı, əgər onu ayrı götürürüksə biz, qorxu sözü isim olacaq axı. İsim olacaq. Axı, feil də isimlərdən, tı da isimlərdən feil düzəldə bilmir axı. O isimlərdən feil düzəldə bilmədiyinə görə, yəni bu şəkilçinin bir funksiyası var, feildən feil düzəltmə. Feildən feil düzəldirsə, bu qorxu ismindən qorxut feilini düzəldə bilməyəcək. Qorx feilindən qorxut feilini düzəldəcək. Bir sözlə qorxutmaq sözündə 2 dənə yox, 1 dənə leksik şəkilçimiz var. Qucaq sözünə baxaq. Sözün kökü qucmaqdır. Qucursan, qucmaqdan yaranır qucaq. Budaq sözündə kökü budadır. Budayan zaman yaranı olur nə? Budaq. Əziz şagirdlərimiz və abituriyentlərimiz, sizin də əgər qarşınıza çıxan belə mübahisəli sözlər, yaxud da ki, tərkibi sizə qaranlıq qalan sözlər varsa da, tərkibinə görə təhlili bizimlə əlaqə saxlayın, yazın bizə yorumlarda hansı sözün təhlil qaydasını öyrənmək istəyirsinizsə, gəlin elə buradaca sizinlə birlikdə öyrənək. Sağ olun, növbəti dərslərdə görüşərik.